Değerli vətəndaşlarım, yaxşı bu boyda hamı deyir mehriban anamızdır, anamızdır, bacımızdır, İlham atamızdır deyirsiniz. Bu gecə gündüz o tuvalete soğub çıxardırlar. Bir dənə o boyda ətrafında olan iş adamlarından biri, lap gizlində, dalda heç İlhamın xəbəri olmasa belə. Mən istəmirəm də Mehriban xanıma, məsələn deyir, valla Elşad bu 2 evinin pulunu əl çəkinən. Əl çəkinən bu. Bunu deyə bilmirmi? Bunu eləyə bilmirmi? Nətər İlham Əliyev Mehribanın avtovağzalın müdürü qədər səviyyəsi və yaxud hörməti yoxdurmu? Ətrafı yoxdurmu? Qohum əqrabası yaxınları yoxdurmu? Adam indən sonra yenə də düşür. Mehriban İlhamı dağda gedir. Dağda gedir. Adamın bir insafı olaraq. Görün indi bax, mən buradan nə nəticəyə gəlmək olar? Mehriban Əliyevanı heç kim zəhləsi gedir. Heç kim ona İstəm hamını aborot Mehriban elə özünün də ətrafı Mehribanı söyülməsini istəyir. Vəssalam. Deyir prezident söyülməlidir. Niyə söyülməlidir prezident arvadı? Niyə söyülməlidir? Deməli layiqdirlər, bu söyüşü qəbul edirlər, layiqdirlər. Bu söyüşü qəbul edirlər. Ya da ki nə bilim valla. Peysərə verib gedirlər ya da bir söz tapa bilmirsən, nə demək? Bu mövzuya söz tapa bilmirəm.